Heydər Əliyev Sarayında Ali təhsil müəssisələrinin tələbələrinin bədii yaradıcılıq müsabiqə festivalının yekun konserti olub. Tədbir Elm və Təhsil Nazirliyi və Elm və Təhsil İşləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub. Ümumilli lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olunan konsert proqramında tələbələr ulu öndərə həsr olunan mahnılar və şeirlər səsləndiriblər. Müxtəlif rəqs kompozisiyaları təqdim olunub. Festivalın məqsədi gənclərdə bədii yaradıcılığa marağı artırmaq, onların mədəni potensialını inkişaf etdirmək və milli mədəni irsin təbliğinə töhfə verməkdir. $2000 tələbə arasından 576 tələbə bu müsabiqədə fərqlənib və bugün onların iştirakına böyük bir bayram konserti təşkil olunub. Əlavə məlumat sonunda demək istəyirəm ki, bu müsabiqədə biz təkcə Bakı şəhərində yerləşən yox, eyni zamanda bölgələrimizdə yerləşən Qarabağ Universiteti, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, eyni zamanda Naxçıvan Dövlət Universitetləri tələbələr arasında aparılmış bu müsabiqə layihədir və həmin müsabiqələrdə daha çox fərqlənmiş tələbələr bugünkü yekun konsertə dəvət olmuşlar. Biz demək olar ki, Respublikanın hər qarşını gəzmişik, Qarabağda olmuşuq, Naxçıvanda olmuşuq, Gəncədə, Sumqayıtda, Lənkəranda, yəni harada bizim ali məktəblərimiz var, hamısında olmuşuq, gənclərimizi dinləmişik və mən onların bugün hamısını təbrik edirəm. Çünki onlar hamısı istedadlı uşaqlardır. Mən fəxr edirəm ki, bizim gələcəyimiz belə istedadlı balaların əlindədir. Ulu Öndərin sevdiyi nəğmələrdir, Ulu Öndərin sevdiyi rəqslərdir və biraz da müasirlik də var burada. Və düşünürəm, bu tədbirin olmağı, tələbələrin mehribançılığı, tələbələrin bir yerdə olmağı, bir gözəl bir laləzara bənzəyən bir gözəllik biz axtarırdıq və tapmışıq da, bugün görsənəcək.